tuning olunmuş 2 dənə qız və bir dənə də maşın. Arxamda bir dənə gözəl zirehli maşın var. It's okay, no worries. Zirehli maşın var. Maşın çox möhtəşəmdir, yəni həqiqətən. Xoş gördük hər kəsi Downtown Los Angeles'da yerləşən Convention Center'da. Bugün 2018-ci il Los Angeles Auto Show keçirilir və burada 2018-dən sonra yəni yeni çıxan avtomobillərin şovusu göstəriləcək və görək nələr var içəridə və hansı maşınlar var. Yeni maşınlardan tanış olmağı sizə göstərəcəm. Bu arada mikrofonum var idi. Mikrofonumu gətirmişdim. Onda bataryakası, zaryadkası qurtardı. Ona görə səsim biraz zayıf çıxa bilər, amma maksimum dərəcədə qışqırmağa çalışacağım. Və görək nə maşınlar var və girişdə bizi hansı maşınlar gözləyir və bir balaca sizə məlumat verək, görək nələr var, yeni nələrimiz var. İlk önceki girişdə bizi Lexus RC modeli 2019 modeli qarşılayır və yeni modelimiz çox möhtəşəm gözəldir və ümumiyyətlə Auto Show'un, Los Angeles Auto Show'un ilk girişində hal-hazırda bu modellə qarşılaşacaqsınız əgər girən olsa və Lexus ümumiyyətlə Toyota şirkətinə məxsus Lexus dünyada öz sözünü deyən avtomobillərdəndir. Ətrafını da maksimum dərəcədə çəkməyə çalışıram. RC modeli sport modelidir və sizə məlumatları da verəcəm, nə qədər sürəti necədir. Bir balaca da içini çəkək görə içini nə göstərə bilirik. İçi fiber karbondur və start stop çox klassik modeldir əslində. Burada da nəsə belə bir şeyler qoyublar, bilmirəm nə üçün qoyublar. Sidenikləri çox şeydir. Arxa tərəfini göstərə bilməyəcəm, amma çox maraqlı bir sideniyaları var, oturacaqları var və çox möhtəşəm bir şeydir. Görünüşü çox dəhşət görünür. Burada bu benzin qapağı belə sadəcə şeysizdir, tank, yəni benzin tankının qapağı yoxdur belə deyək. Və gəlin bir balaca maşın haqqında məlumatlar verək. Maşın, wow, 2019 değil. Is it 2050? That guy knows the guy in the grid. Oh, okay. 2015'in maşını yazdı burada, ama 2019 bilirdim. Yenə də ətraflı məlumat alacağım. 3000 kilogramla 1,4 tondur və V8 silindirdi motoru, 5 litr, yəni 5 litr. Bunu şəklini çəkim elə videoda qoyaram maraqlananlar üçün. Və 8 transmission var, yəni 8 speed var. Maksimum sürət yazılmayıb, çox maraqlıdır nəyə görə yazılmayıb. 467. Deyəsən bu elə maksimum sürətdir, şeydir, bu at gücüdür əslində. 467 at gücüdür, amma maksimum sürəti yazılmıyor. Yeah. Okay. Burada başka bir Lexus RS 350 modeli var. Bunu da biraz aşağıdan çekeyim. Rengi çok möhtəşəmdir. Çok oldukça güzel bir rengi var avtomobilin. Kabak görünüşü. Kabak görünüşünü çeker. I mean that there's 20, 40, 60, 80, hundreds of dollars that you can save Tekrar tezeke yaparım. Anlaşarak. Burada da bunun salonundan yukarıdan ya da içeri taraftan
şəkil veriblər. Çox güman ki, o qara şüşənin qara olmasını məlumat verir. This is for you. This young man, what's your name? Maşınların hamısının içi bağlıdır, ona görə sizə içini çəkə bilmirik. You know the steeple Kənardan da belə bir görünüşü var. Başqa bir Lexus modeli var burada. UX modeli. Bu da hatchback kimi bir şeydir. Bu modelləri sevən üçün əslində ailə maşını kimi bir maşındır. Bunda içi adi maşındır. Yəni belə maşınlarla sizin başınızı ağrıtmaq istəmirəm, amma burada bir LFA, Lexus LFA var. Bunun kurşlarına, gözəlliyinə baxırsınız. Bu da Lexus LFA modelidir. Modelin rəngi çox gözəldir. Nakladkaları, yəni tormuz sistemi qəşəng dizayn verir. Bir növ Ferrari oxşuyur əslində. Normalda qırmızı rəng Ferrari'də olur. Amma yenə də çox gözəl dizaynı var. İçinə baxaq görək nə var, nə yox. İçi də çox möhtəşəm qırmızı dəri ilə örtülüb və sport maşındır. Yəni bildiyimiz sport maşındır və gözəl monitoru da var. Monitor yuxarı açılan monitordandır. Və işıqları da yanılır. Baxaq görək qabaqdan necədir. Şəkil çəkək. Bu arada burada başqa bir Lexus modeli var. Çox da Lexuslarla başınızı ağrıtmayın. Bu qabaqda gördüyünüz Toyota'lardır. 3 dənə, biri Tacoma, Forerunner'dır. Biri bu şeydir, Camry'dir. Toyota Camry. Digəri Highlander. Ən sevdiyim maşın Highlander'dır. Bu Forerunner böyük Prado böyüklükdə deyək maşındır. Bunda yəni yeni özellikləri nədir bilmirəm, limiteddir bu maşın. Yeni özellikləri nədir bilmirəm. Amma sadəcə belə çəkirəm, yeni model belə olacaq Forerunner sevənlər üçün. Bu da Camry'dir. Camry sevənlər üçün də bir balaca dizaynını göstərim. 2019 model dizayn. Qabaqdan belə olacaq. Və Highlander. Mən öz maşınımın videosunu çəkəcəm sizə. Bir dəqiqə. Öz maşınımın videosunu çəkəcəm. Bu maşını eynisindən almışam. Bu SE modelidir. Məndə Limited'dir. Məndəki 2018 modeldir. Bu artıq yeni model 2019 modeldir. Və məlumat var da yəqin ki burada. Bu heç kompüter işlətmək üçün qoymur bu. Çox bir yenilik yoxdur əslində. Eyni bir şeylərdir. Sadəcə bir yenilik Apple CarPlay deyilən bir şey var. Amerikada ən çox istifadə olunan Apple CarPlay'dir. O var. Dizayn olaraq eyni dizayndır. Bir balaca bunun rənginə uyğun. Məndəkində belə metaldır. Öz maşınımın incələməsini çəkəcəm, maşını gəlib arxa tərəfindən vurublar. Ona görə sizə bir elə məlumat verə bilmirəm. Amma yenə də Toyota'nın içində ən sevdiyim maşın Highlander'dır. Həqiqətən sevdiyim maşındır. Bunu sürənlər bilər. Sürənlər üçün bir dəryadır. Həqiqətən çox super maşındır. Sürməyənlər üçün heç nə təbii ki, amma sürənlər üçün çox super maşındır. Gedək görək başqa nələr var. Biraz da altı salonu göstərim belə. Burada da böyle bir layında dayanıp oynamak için bir şey var. Maşın sürmək için test drive'dir. Marağı da bundadır. Əslində layında dayanmağın dəyər məncə. Burada maşın yarış edib 11-ci yerə çıxdıqdan sonra gəlir burada aşağıda görək nə maşın var. Önümüzdəki maşınlara baxaq.
Wow. Hardan başlayayım? Hardan? Bir saatte vaxtım var. Bu nədir? Venice. Wonderful. Belə bir üç təkərli Gedək bu tərəfə. Burada bu qızlar. Bu maşın. Nə maşındır? Baxaq görək. SCI olmalıdır. Bunlar hamısı köhnə modellərdir əslində. Burada da Ferrari modelidir. Güzelliğine bakın. Mercedes. Yani buradan şimdi Mercedes sevenlere gelsin bir tane de bu. Güzel hazırlanır. Tuning eleyen maşın, tuning olunan maşınlardır. Bunlar da yani maşının renginin güzelliğine bak. Çok süper. Hakikaten Mustang. Ford Mustang. Yok bu Chevrolet Dodge'dur. Yoksa Mustang'dır. Dodge'dur. Chevrolet. Amarıydı Dodge. Dediğim gibi maşınların adını çok da bilmirəm. Bunun arkasına da var. Bunlar hansı köhnə? Sizin gözəlliyinə baxanda həvəs var. Burada da yəni mən düşünürdüm ki, Amerikada belə bir şeydir, maşına tuning falan eləmirlər, amma həqiqətən var imiş. Nömrə monitoruna baxın. Səs sistemi Chevrolet'dir. Buradan Chevrolet sevənlər üçün də bir video. Buna bir daha kuvvetli nömrə dəyişiriz. Stolen. Maşın qabağına var. Sistem falan. Maşın içi. Good job bro. Kardeşlə bir xeyli söhbət elədim burada. Şeydir, mənim maşınım üçün monitora baxacaq. Vizitkasını da verdi, e-mail atdı. Bu da yəni bayaqki kimi o şeydəndir. Tuning olunan maşındır. Bunlar hamısı bu qardaşın salonunda tuning olunub. Yəni bunların hamısını bu tuning edib. Chevrolet'dir bu da. Yok. Chevrolet nədir o? Vortice Max nədir? Burada da bir başka bir tuning olunan maşın. Wow, Jeep. Burada da başka bir Jeep. Bir şeklini çekmeye lazımdır mütləq. Jeep severlere gelsin. Şekilleri de yavaş yavaş paylaşacağım. Burada da böyle bir tuning olmuş, üstü fiber karbonla tuning olmuş böyle bir maşın. Böyle de burada da tuning olmuş iki tane kız ve bir tane de maşın. Bunların hamısını tuning ediblər. Burada da qəşəng kolonkalar, pasaviklər falan sevenler için göstərək. Amerika'da ben həqiqətən belə bir şey olduğunu bilmirdim. Və sizi arkamda güzel bir sürpriz gözləyir. Bu da Jeep'dir. Galiba Rubicon. Güzel maşında. O üstündeki ışık çok dəhşət güclü yanır. Hemen onu götürüb qarşı tərəfdən falan gələndə çok fikir verirəm onlara. Böyle burada da arkamda bir tane güzel
Zirehli maşın var. It's okay, no worries. Zirehli maşın var. Maşın çox möhtəşəmdir yəni həqiqətən. Burada paltarlar falan. Bu kadar dostlar. Videonun davamı üçün çox başınızı ağrıtmaq istəmirəm. Davamını ayrı bir video ilə paylaşmaq istəyirəm və davamını izləmək üçün növbəti videoda görüşərik inşallah. Özünüzə yaxşı baxın və avtosevərlərin hamısına salamlayıram buradan.